Mərhəmətli və rəhimli Allahın adı ilə. Danışacağım bu mövzu isə şeytan haqqındadır. Biz hər zaman dilimizdə ona lənət oxusaq da, bəzilərimiz buna əsl həqiqətdə nağıl kimi baxırıq. Lakin onu da qeyd edim ki, şeytanın mövcudluğuna inanmayan insan əslində Allahın varlığına da inanmır. Mən də bu video ilə çalışacağam ki, bunun bir gerçək olduğunu sizə də hiss etdirim. Dini mənbələrdə şeytanın, sehirbazların və cadugarların yaxın dostu olduğu bildirilir. Həmçinin bir hədisdə isə Peyğəmbərimiz buyurmuşdur ki, şeytan insanın hətta damarlarında belə dolaşa bilir. Baxın, tibb sahəsində telepatiya deyilən bir seans vardır. Bu yolla bir insan qarşısındakı insana öz fikrini ötürə bilir və bu yolla onu idarə edə bilir. Amma qəribəsi isə budur ki, bunu tibb elmi izah etsə də həkimlər yox, ancaq sehirbazlar və cadugarlar edə bilirlər. Allah Quranın Əraf surəsində bildirir ki, şeytan Allaha dedi, mən də sənin haqq yolunun üstündə oturacağam və bəndələrinin yanına sağdan soldan yaxınlaşaraq onların bir çoxunu azdıracağam. İndi isə baxın, günümüzdə bir çox insanlar vardır ki, dünyanı gəzirlər. Hətta dünya turuna çıxırlar. Təbii ki, bu zaman onların heç bir narahatçılığı yoxdur. Lakin həmən insan bir gündə həcc ziyarətinə getmək istədiyini düşündükdə, dərhal ona belə bir vəsvəsə təlqin olunur. Sənə olmaz, qonşun acdır. Və yaxud bir insan ilk dəfə namaza başlamaq istədikdə, o dəqiqə şeytan yenə hərəkətə keçərək ona yoxsul olacağı ilə şübhə verir. Və ey insanlar, onu da bilin ki, Allah isə Quranda bunun əksi olaraq sizə bərəkət vədəsi verir. Elə isə mən də səni Allaha tərəf çağıraraq İslam'a dəvət edirəm.